Salam, hörmətli müəllimlər. Bugünkü dərsimizdə biz biliyin növlərindən başlayacağıq. İlk olaraq birinci videomuz faktoloji, yəni deklarativ bilik haqqında olacaq. Biz faktoloji biliyə keçməmişdən öncə biliyin digər növlərinə də ümumi şəkildə baxaq. Məsələn, təməl faktolojidir, daha sonra konseptual, prosedural və metakognitiv biliklər var burada. Qısaca bunların hamısı haqqında söhbət açaq, ondan sonra sırf faktoloji bilik haqqında biz məlumatlarımızı verək. Faktoloji bilik sadəcə xatırlamaqdır. Yəni biz bir şeyi hafizəmizdən çəkib gətirirsə və onu ifadə ediriksə, bu faktolojidir. Adından belə faktoloji. Bunun digər adı deklarativ bilik kimi yadda saxlaya bilərsiniz. Əzbərçi, açar söz əzbərçi kimi. İkinci isə artıq konseptualdır. Konseptual faktoloji biliklərin əlaqələndirilməsidir. Əlaqələndirilib ortaya yeni bir nəticə qoyulursa, bu konseptualdır. Qısaca bunu belə təsvir edin. Təbii ki, hər bilik növünü ayrı-ayrı video şəklində izah edəndə bunların hər birini oxşar, fərqli və necə fərqləndirməli lazım olduğunu müəyyən situasiyalarla, müəyyən misallarla izah edəcəyik. Üçüncü pillədə proseduraldır. Yəni, öyrəndiyimiz məlumatı necə tətbiq etməli olduğumuzu bizə bir növ etməli olduğumuza öyrədən bir bilikdir. Əldə etdiyimiz bilikdir daha doğrusu. Amma ən son hissədə metakognitiv bilik dayanır. Metakognitiv bilik isə hər kəsin müəyyən bir məlumatı necə öyrənə biləcəyini dərk etməsidir. Məsələn, mən fizikanı necə öyrənə bilirəm, tarixi necə öyrənə bilirəm, kimyanı necə öyrənə bilirəm. İnsan artıq öz beynini tanıyır və beyninə uyğun müəyyən davranışlar sərgiləyə bilir. Yəni, beyin insanı yox artıq, Lorentz də belə ifadə edək. Metakognitiv bilik odur ki, beyin insanı yox, insan beynini artıq idarə edə bilir. Bu, biliyin ən yüksək səviyyəsi hesab olunur. Amma buna baxmayaraq, bütün təməldə nədir burada? Faktolojidir. Ən təməldə dayanan budur. Faktoloji biliyi biz çıxsaq, yuxarıdakıların heç bir əhəmiyyəti yoxdur. Məsələn, faktoloji bilik primitiv bilik olsa da, ilkin mərhələ olsa da, amma ən vaciblərindən biridir burada. Digər bütün mərhələlərin hamısının kökündə dayanan, bax bu, deklarativ, yəni faktoloji bilikdir. Digər məsələlərə baxaq indi. Faktoloji bilik, biz məsələn soruşanda ki, adın nədir? Hər kəs öz adını, adı ilə bağlı və ya soyadı ilə bağlı sual aldığı zaman nə edir? Düşünmədən cavab verir. Fikirləşmir ki, mənim adım görəsən nə idi? Heç bir kim belə bir düşüncəyə varmır. Və bu nədir? Faktolojidir, yəni əzbərçidir. İnsandan heç bir analiz tələb etmir və sadəcə yaddaşa əsaslanır. Fənlərdə də belə bir şeylər var. Misal üçün, tarixlə məşğul olan bir şəxs artıq Səfəvilər dövləti nə vaxt yaranıb deyəndə düşünmədən 1501 rəqəmini deyir buna. Daha doğrusu ədədini deyir buna. Heç bir düşünmə yoxdur burada. Sırf hafizəyə, yaddaşa əsaslanan bir bilikdir. Və avtomatikdir. Yəni, onun həmin cavabın verilməsi üçün hər hansı bir düşünmə zamanı. Düzdür, ola bilər ki, məsələn, burada sual verə bilərsiniz ki, xatırlamağa sərf olunan müəyyən bir zaman var axı. Düşünmək lazımdır. Xeyr, bu xatırlamağa sərf olunan bir düşüncədir. Məsələn, konseptual olsa, əlaqələndirmə olsa, əlaqələndirməyə sərf olunan zaman o başqa amildir. Amma faktoloji bilik budur ki, artıq orada düşünməyə, nə isə əlaqələndirməyə heç bir gərək yoxdur və avtomatikdir. Refleks kimi anındaca cavab verilir burada. İnformativdir. Nə deməkdir bu informativdir? Hansı suallara cavab verdiyinə əsasən biz bu fikri deyirik. Kim, nə zaman, harda? Konkret suallara cavab verir. Yəni, bu sualların hamısında təbii ki, konkret cavab var. Və biz əvvəldə də qeyd etdik ki, bu biliyə deklarativ bilik də deyilir. Deklarativ niyə deyilir? Misal üçün, deklarasiya sözünü siz xatırlayın burada. Deklarasiya nədir? Nə isə bəyan etmək. Biz, məsələn, kimsə deyir ki, hansısa bir iş adamı öz gəlirləri haqqında deklarasiya verdi. Yəni, öz gəlirləri haqqında bir bəyanat verdi, açıqladı. Bax, bu deklarativ bilikdə faktoloji biliyə bir sinonim anlayış kimi, bir analoji anlayış kimi qeyd olunur. Və burada sağ hissədə şəkilə biz baxaq burada. Beynimizin içində müəyyən bir məlumatlar var. Sual gəlir ki, filan şeyi kim edib və ya nə zaman baş verib kimi bir sual gəlir və anındaca düşünmədən cavab gəlir burada. Heç bir əlaqələndirmə, heç bir strukturlaşdırma falan aparılmır.
burada. Bu faktoloji biliyin iki dənə ana sütunu var. Birincisi terminoloji biliyidir, ikincisi spesifik biliyidir. Terminoloji biliyi nədir? Hər bir elm sahəsinin müəyyən bir terminləri var. Hər bir fənnin terminləri var. Əslində həmin terminlər, məsələn, biz səthi yanaşdığımız zaman deyə bilər ki, bu fəndə niyə bu qədər terminlər var axı? Bu terminlər nəyə lazımdır? Niyə doldurublar bu fənləri bu terminlərlə? Terminlərin olması əslində həmin məqamların aydınlaşdırılması üçün onu asanlaşdıran əsas amillərdən biridir. Düşünün ki, məsələn, müəyyən bir misal çəkək, məsələn, katalizatoru. Buna bir termin kimi ad qoyulub. Düşünün ki, katalizator edən bir termin yoxdur. İndi hər dəfəsində katalizator haqqında biz bəhs edən zaman nə etməliyik? Reaksiyaya daxil olmayan kənardan sürətləndirin. Görün, nə boyda bir uzun cümlə ifadə etməliyik. Amma bunu alimlər misal üçün bir adla katalizator dedilər və katalizator dedilər, artıq hər kəs bilir ki, söhbət nədən gedir. Əslində bu terminlər həmin o məlumatları, həmin o prosesləri yadda saxlamamıza kömək edən vasitələrdir. Bax, bu terminoloji bilik hesab olunur. Hər fənnin dediyim kimi özünə uyğun müəyyən bir terminləri var. Spesifik bilik isə artıq xatırladığımız kiçik detallardır artıq burada. Məsələn, tarixi hadisələr. Filan hadisə harda oldu? Filan hadisədə tərəf kim idi? Və ya filan maddənin formulu nədən ibarətdir? Və s. və ilə axır. Yəni, bunlar hamısı, xüsusi detalların hamısı spesifik biliyi təşkil edir burada. İndi terminoloji biliyə, faktoloji biliyin birinci qolu olan terminoloji biliyə gələn fənlər üzrə misallar çəkək burada. Məsələn, fizika və kimya fənni üzrə baxaq. Şagirdin inertlik və ya endotermik reaksiya termininin izahını əzbər xatırlayır. Yəni, deyirsiniz ki, məsələn, bunun tərifini verir burada, heç bir sıxıntı da olmur. Ədəbiyyatda, məsəl üçün, oksimoron terminin nə olduğunu hamısını şagird izah edir burada. Və ya coğrafiyada antiklinal və sinklinal terminlərinin dağ əmələ gəlməsindəki rolunu izah edir burada, mənasını bilir bunun. Musiqidə, məsəl üçün, crescendo termininin səsin getdikcə güclənməsi olduğunu şagird artıq izah edir burada, anladığını bəyan edir. Yəni, bu hər fənnə uyğun müəyyən dediyim kimi terminlər var və həmin terminlər, həmin məsələlərin daha da aydınlaşdırılması və beyində bir növ belə desək, daha az yer tutması üçün atılmış bir addım kimi dəyərləndirə bilərik bunu. İndi spesifik biliyinə nümunələrə baxaq. Məsələn, tarix fənni üzrə şagird misal üçün deyir ki, Məntəşə döyüşü 1516-cı ildə baş verib. Bu sırf spesifikdir. Burada bir termin varmı? Yoxdur. Deyə bilərsiniz, bəs yaxşı, döyüşün adı. Bu termin deyil. Riyaziyyatda isə şagird üç bucağın daxili bucaqların cəminin 180 dərəcə olduğunu bilir. Burada da heç bir termin yoxdur. Deyə bilərsiniz, üç bucaq. Xeyr, üç bucaq riyaziyyatda termin deyil. Və artıq bir xüsusi bir ədədi fakt kimi dəyərləndirilir. Bu spesifik bilik hesab olunur. Kimyada şagird soyu molekulyar tərkibinin 2 hidrogen və 1 oksigen atomu, yəni bizim bildiyimiz H2O ibarət olduğunu sadalayır. Yəni maddənin detallarını açır. Deyəndə ki, suyun formulu nədir? Deyir ki, 2 hidrogen atomu, 1 oksigen atomu. Bu nə oldu? Spesifik bilik oldu. Azərbaycan dilində isə deyir ki, şagird Azərbaycanda feilin altı şəkili, məsələn, ismin altı halı olmasını və s. Bunların hamısını bir-bir ardıcıllıqla sadalayır. Bu da spesifik bilik hesab olunur burada. İndi terminoloji biliklə spesifik bilik arasında gəlin başqa bir fənlər üzrə baxaq. Məsələn, iqtisadi sahələrdə hansı terminlərdən istifadə oluna bilər ki, burada bəzən əslində çox da qarışdıra bilmə ehtimalı azdır bu terminoloji biliyin, spesifik biliyin. Bir dənə əsas qayda var. Əgər xatırlanan biliyin içərisində termin varsa, terminin anlayışını açırsa, bu terminoloji bilik hesab olunur. Yox, əgər konkret bir maddənin tərkibi, hadisə, hər hansı bir qayda, tərif, bunlar varsa, bu artıq spesifik bir bilik hesab olunur. Məsələn, inflyasiya dediyimiz bir termin var. İnflyasiya, misal üçün, qiymətlərin ümumi səviyyədə qalxması. Bu nədir? Məsələn, iqtisadiyyata aid olan bir termin hesab oluna bilər. Spesifik, indi bu inflyasiyanın gəlin spesifik bir sual halına salaq.
2023-cü ildə qlobal inflyasiya dərəcəsi neçə faiz olub? Konkret bir rəqəm qeyd olunur burada. Deyə bilərsiniz, bəs axı bu cümlədə inflyasiya getdi burada. İnflyasiya gedə bilər, amma bizdə bu sualda inflyasiyanın nə olduğu soruşulmur. Axı terminin açılışı bizdən soruşulmur. Yəni biz termini bildiyimizi varsayaraq bu sual bizə təqdim olunur və bu tipli suallar spesifik bir sual hesab olunur. Ədəbiyyatda misal üçün sual versə ki, qəzəl nədir? Bu konkret nəyi soruşur? Terminin açılışını bizdən soruşur. Terminin mənasını bizdən soruşur. Məsələn, şərq ədəbiyyatında lirik şeir növüdür. Termini açdıq burada. Amma bu termin cümlə tərkibində başqa bir formada işlənir. Füzulinin söz qəzəli neçə beytdən ibarətdir? Yenə də burada məsəl üçün qəzəl sözü olmasına baxmayaraq, Füzulinin söz qəzəli neçə beytdən ibarətdir deyiləndə bu artıq spesifik olur. Anatomiya aid. Aorta, anatomi daha doğrusu biologiyaya aid. Aorta hansı orqana aiddir? Artıq burada terminimizin bizim nədir? Aorta. Cavabda məsəl üçün şagird deyir ki, ürəyə aid olan əsas qan damarıdır. Terminin mənasını ifadə etdi burada. Bu hansı biliyidir? Terminolojidir. Amma deyəndə ki, insan orqanizmində neçə cüt qabırğa var. Məsəl üçün burada tutalım ki, məsələn bioloji nöqteyi nəzərdən yanaşsaq, qabırğanı tutalım ki, biz termin kimi götürdük məsələn. Amma burada hər hansı bir açılış falan yoxdur. Birbaşa bizdən detalı soruşur. İnsanda konkret neçə dənə qabırğa var. Onu ifadə edirik, bundan da bitdi. İndi faktoloji, təbii ki, bundan sonraki bir videomuz konseptual bilik haqqında olacaq. Gəlin indi biz burada faktoloji ilə konseptualı bir növ konseptuala keçid etməmişdən öncə faktolojini anlayaq və konseptualda bizi nələr gözləyir ona birinci baxaq. Ümumiyyətlə, faktoloji bilik nə qeyd etdik biz? Faktoloji bilik birbaşa yaddaşa əsaslanır. Məlumat yaddaşda varsa cavab var, məlumat yaddaşda yoxdursa bizim ona cavab vermə imkanımız yoxdur. Bax, burada faktoloji biliklər beyində sanki müəyyən nöqtələrdə saxlanılır burada və bunların arasında heç bir əlaqə yoxdur. Amma konseptualda isə faktoloji biliklər var, amma bu faktoloji biliklər bir-birindən əlaqəli, məsələn, iki rəngdən istifadə olunur. Və faktoloji bilik bu rəngləri bir-birindən əlaqəli olduğuna görə, məsələn, əlaqələndirir və bu formada biz fikirlərimizi əlaqələndirərək müəyyən səbəb-nəticəyə əsaslanaraq qeyd edə bilirik. Məsələn, bir fərqə də burada baxaq. Faktoloji bilikdə nə qeyd etdik? Faktoloji bilikdə məlumat yaddaşda varsa cavabımız var, yoxdursa yoxdur. Amma konseptualda bizə hər hansı bir səbəbin nəticə ilə bağlı bir sual gəlir tutalım. Yaddaşımızda onun faktoloji təməli varmı? Var. Amma bizim bunu əlaqələndirməyimiz üçün nə lazımdır? Bir zaman lazımdır. Həmin zaman ərzində biz məntiqi əlaqəni qurub və müəyyən səbəb və nəticəyə söykənən hər hansı bir cavab qeyd edə bilirik biz. İndi bir neçə yanlış anlaşılan tərətipli suallara baxaq burada. Şagird zəlzələnin tektonik plitələrin hərəkəti olduğunu deyir. Bu faktolojidir. Amma gəlin bunu konseptuala çevirək indi burada. Şagird zəlzələnin niyə məhz sakit okean odlu həlqəsində daha çox baş verdiyini əlaqələndirərək izah edir. Burada nə var? Əlaqələndirmə var. Şagird biri var, zəlzələnin nə olduğunu bilir. Bu dediyimiz kimi faktolojidir. Amma biri var da şagird dünyanın müxtəlif ölkələrində zəlzələlərin birində niyə çox, birində niyə az, bunların hamısını əlaqələndirərək artıq fikirlərini ifadə edə bilir. Digər bir sual. Şagird Müharibə və Sülh əsərinin müəllifinin Tolstoy olduğunu bilir. Tamam. Burada hər hansı bir mühakimə falan belə bir şeylər yoxdur. Bu bildiyimiz birbaşa faktdır. Gəlin bunu konseptuala çevirək. Şagird Tolstoy və Dostoyevskinin yazı üsullarını müqayisə edir. Artıq şagirdin beynində Tolstoy ilə bağlı faktlar var, Dostoyevski ilə bağlı faktlar var və nə edir? Bunların tərzlərini müqayisə edir. Hansı daha yaxşı yazıb, hansı mövzuda daha yaxşıdır, hansı mövzuda daha belə deyim, sinifdə qalır tutalım. Bunu əlaqələndirirsə bu nədir? Konseptualdır. Yəni, qısaca, şagird məlumatları müqayisə edirsə, qruplaşdırırsa, ümumiləşdirirsə və ya öz sözləri ilə izah edirsə, bu nədir? Konseptualdır. Yox, əgər şagird əzbər şəkildə deyir, tərifi deyir, birbaşa faktları sadalayırsa, yalnız hafizəyə köklənirsə, yəni özü bura heç bir nəsə qatmırsa, qruplaşdırma yoxdur, müqayisə yoxdur,
öz sözlərindən ifadə etmək yoxdursa, bu nədir birbaşa? Faktoloji bilik hesab olunur. İndi mahiyyəti dərk etmək məsələsi, bu da bəzən qarışdırılan məqamlardan biridir. Məsəl üçün testlərdə rastınıza çıxa bilər ki, məsələnin həm əhəmiyyətini, həm də ki, mahiyyətini dərk etmək hansı bilikdir? Sualı tutalım ki, bizim qarşımıza çıxır. Bu zaman məsələn, dərk etmə sözü bizi çaşdıra bilər. Dərk etmə. Dərk etmə burada situasiyaya görə dəyişə bilər. Dərk etməni, məsələn, qeyd edə bilərsiniz ki, bu özünü dərk etməyə gedib çıxa bilərmi? Çıxa bilməz. Yəni, bu metakognitiv bilik ola bilməz. Bu, birbaşa faktoloji ola bilər. İndi gəlin baxaq, hansı hallarda faktolojidir, hansı hallarda konseptualdır. Amma metakognitiv deyil. İlk öncə baxırıq. Deməli, faktolojide mən bir şeyi bilirəmsə, deməli onun mahiyyətini dərk edirəm. Demək yanlışdır, olmaz. Bir şeyi bilmək, hələ onun mahiyyətini dərk etmək demək deyil. Onu yalnız xatırlamaqdır. Bax, məsələmizdə nə var? Məsələnin əhəmiyyətini və mahiyyətini dərk etmək hansı bilikdir? Tutalım ki, indi burada bir senarimiz olacaq, ona baxacağıq. Amma konseptual nədir burada? Konseptual bir şəxs öyrəndiyi qaydanın və ya tutalım ki, hər hansı bir dövlət də ola bilər bu, onun niyə var olduğunu, hansı səbəbdən yarandığını, məsələn, filan dövlət niyə yarandı və s. bunların hamısının mahiyyətini anlayır və bunu artıq başa düşə bilirsə, əlaqələndirə bilirsə, bunun yaranma əhəmiyyətini, bunun meydana gəlmə əhəmiyyətini, həmin hadisənin əhəmiyyətini başa düşə bilirsə, bu artıq faktolojidən çıxır. Bu olur konseptual. Gəlin, bax, bunu svetofor, işıqfor nümunəsində izah edək. İstəyəndə, misal üçün, 3, 4, 5 yaşlı uşaqlar deyəndə ki, misal üçün, yolda qırmızı işıq nəyə bildirir? Onlar hamısı, yəni erkən yaş dövründə olmalarına baxmayaraq nə deyəcəklər? Qırmızı işıqda dayanmaq lazımdır. Bunu bilirlər. Amma gəlin görək, bunun mahiyyətini anlaya bilirlərmi? Xeyr. Deməli, o uşaqlar qırmızı işıqda dayanmaq lazım olduğunu bildikləri halda bu faktolojidir onlar üçün. Dərinliyə enməyiblər. Amma əgər bir şəxs qırmızı işıqda dayanmaq lazım olduğundan əlavə anlasa ki, bu qırmızı işıq yoldakı hərəkəti tənzimləmək üçün, yolda tıxacların yaranmaması üçün, ümumiyyətlə şəhər həyatını tənzimləməkdən ötürü xeyirli bir şey olduğunu, mahiyyətini dərk edirsə, bu artıq nə oldu? Konseptual oldu. Bax, burada əsas məqam nə oldu? Mahiyyətini dərk etmək varsa, bu artıq konseptualdır. Mahiyyətini, əhəmiyyətini dərk etmək konseptual bilik olur burada. İndi prosedural bilik haqqında da söhbət açaq qısaca. Prosedural biliklə, faktoloji ilə bəzən qarışdırıla bilən məqamlara baxaq burada. İndi konseptualla müqayisə etdik, biz indi proseduralla da müqayisə edək. Prosedural bilik nədən ibarətdir? Bir işin necə, hansı yollarla ediləcəyini bilməkdir, hansı ardıcıllıqla ediləcəyini bilməkdir. Məsələn, şagird deyir ki, mən diskriminat düsturunu əzbər bilirəm. Tamam, əla. Şagird bunu əzbər bilir və çıxır düsturun özünü də əzbər şəkildə lövhədə yazır. Və heç bir hesablama aparılmırsa, bu nədir? Faktolojidir. Şagird xatırladığı düsturu beyninə qazının həmin düsturu çıxdı, lövhədə yazdı. Amma o düstur üzərində heç bir hesablama aparmadı, yerinə hər hansı bir nümunə qoymadısa, bu nədir? Faktolojidir. İndi proseduralda bu necə baş verə bilər? Şagird düsturdan istifadə edir və hər hansı bir tənliyi həmin düstur vasitəsilə həll edir. Yəni, burada artıq nə var? Bir ardıcıllıq var. Bir prosedur var artıq. Ona görə də icraat varsa, bu prosedural bilikdir. Yəni, qısaca, mən çıxıb düsturu heç nə etmədən öyrəndiyimi, yadımda saxladığım düsturu yazıramsa, bu faktolojidir. Amma həmin düstur əsasında mən hansısa bir məsələni, misalı həll eləyə bilirəmsə, bu oldu prosedural bilik. Bir də bir məqamı qeyd edək, aşağıda qeyd olunmuş hissə, prosedural bilik icra edildikdən sonra ortaya çıxan nəticə nə olur? Həmişə faktolojidir.
Bir düsturu həll etdik, bir hesablama həll etdik, bir problemli situasiyanı həll etdik və aldığımız nəticə nədən ibarətdir? Faktolojidir. Bir mənalı olaraq. Faktoloji biliyi yoxlamaq üçün bizim açar feillərimiz hansıdır? Deməli, filan şeyləri şagird sadala, məsələn, türk soylu dövlətləri sadala tutalım, erkən tayfa birliklərini sadala, suyun tərkibində olan tutalım ki, elementləri sadala və s. və ilə axır. Bunu çox geniş şəkildə ifadə etmək olar. Və ya adlandır. Xəritədə gördüyün işarələnmiş dağları misal üçün adlandır. Onların adlarını bir-bir de. Faktolojidir. Misal üçün, filan faktın, filan terminin, filan hadisənin, anlayışın tərifini ver. Şagird burada sadəcə yadında nə qalıbsa onu qeyd edəcək. Gördüyün, misal üçün, müəllim tutalım ki, müəyyən bir elementlər verir və deyir ki, bunların içərisindən metalları seç. Nə bilim, burada çox hər fənnə uyğun bir sıra xeyli misallar göstərmək olar. İndi növbəti dərslərdə bu istiqamətdə testlərimiz də olacaq. Həmin testlər əsasında bunların hamısını bir-bir tətbiq edəcək. Yəni, sadala, anlandır, tərifini ver, göstər, seç. Bunların hamısı faktolojidir. Amma bayaq biz nə qeyd etdik? Öz sözlərində izah et, fərqləndir, ümumiləşdir. Bu kimi sözlər faktoloji yox, bunlar hamısı nədir? Konseptualdır. Öz sözlərinə izah etdiyində şagird artıq hafizədən kənara çıxacaq. Hafizəsində olanı müəyyən bir yoğuracaq, başqa bir formaya salacaq. Ona görə konseptual olacaq bu. Fərqləndirmədə artıq fərqləndirən zaman mütləq minimum iki faktoloji biliyi arasında mütləq rabitə şərtdir burada. Ona görə də bu konseptual olacaq. Ümumiləşdirəndə də mütləq faktolojilərin ümumiləşdirilməsi var. Yəni, iki faktoloji ortaya gəlirsə, bu artıq nəyə çevrilir? Konseptual biliyə çevrilmiş olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti konseptual biliyin videosu da gün ərzində qrupa, daha doğrusu YouTube-a yüklənəcək. Videolardan tez xəbərdar olmaq üçün kanala abunə olub, şərh yaza bilərsiniz və bildiriş işarəsini açıq qoya bilərsiniz. Minnətdaram.